Deməli gəlir Firuzənin işi, Muxtarın işi, Vüsünün işi, Aytacın işi. Aytacın iş yaxşıdır, qısa müddətə məşğul olmasına baxmayaraq. Amma oxşamır qətiyyən. Saçını çox tünd eləmişsən, qara eləmişsən. Ümumiyyətlə işində qaralıq çoxdur. Muxtar gözləri çox iri çıxıb, üzünün yanağını mən dünən də qeyd elədim səhərsin, tamamilə dəxilsiz bir vəziyyətdə o tündlük eləmişsə çapıq kimi görünür. Firuzənin işi yaxşıdır, amma ki dəqiq deyil. Firuzə, qəribə bir dumanlanma var işində. Saçını yaxşı eləmişsən, amma çənəsində zadında qarışıb, qulağın birini tünd eləmişsən, birini açıq. Belə qəribə bir qara eləmişsən, birini ağ eləmişsən. Amma yaxşı işdir. Vüsü də oxşamır. Ən yaxşı işləyənlər Muxtarla ən çoxdan işləyənlər Vüsüdür. Heç bir ikisində də Avqust oxşamır. Oxşayır ən çox Firuzədə. Aytacda qətiyyən oxşamır. Hə, mən nə deyirəm ki, mən sənin qısa müddətə görə işi tərifləyirəm. Qiymət verim deyirsiniz? İmtahanda deməyəcəklər, axı neçə sayıdır. Hə, qiymət verim deyirsiniz? Bəli, verin. 1, 2 belə verəsiniz. 1. Yox, qiymət vermirəm. Heç bir üzün kəsilməyini gözləmirəm. Yox, heç bir üzün kəsilməyini gözləmirəm. İnşallah, hə, gözləmirəm. Ümidvaram ki, elə olacaq. Amma ki, bal çətin məsələdir. 8-ə heç bir üz qalxmırsınız bu dəqiqə buradakı işlərlə. 7 var heç olmasa içində. 8-ə qalxmırsınız.